الشيطان الرجيم من كل المعاصي والمنكرات. بسم الله الرحمن الرحيم. نشرع في أداء كل الخيرات والمأمورات. نعوذ بالله من الهور بعد الكور. من وجهه لله وهو محسن. اللهم أنت ربي لا إله إلا أنت خلقتني وأنا عبدك وأنا على عهدك ووعدك ما استطعت وأعوذ بك من شر ما صنعت. أبوء لك بنعمتك علي وأبوء بذنبي فاغفر لي فإنه لا يغفر الذنوب إلا أنت. وقل رب زدني علما. سبحانك لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم. اللهم إني أعوذ بك من علم لا ينفع ومن دعاء لا يسمع ومن قلب لا يخشى ومن نفس لا تشبع. ندر اللهم امرأ سمع مقالة فبلغها. أعوذ بك من فتنة المحيا. اللهم إني أسألك الهدى والتقى والعفاف والغنى. ليس شيء أكرم على الله سبحانه من الدعاء. اللهم إنك قلت ادعوني أستجب لكم وإنك لا تخلف الميعاد. وإني أسألك كما هديتني للإسلام أن لا تنزعه مني حتى تتوفاني وأنا مسلم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما. صدق الله العظيم. ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما. Allah Celle Celaluhu size neden azap etsin? Allah Celle Celaluhu kullarına neden azap etsin? Allah Celle Celaluhu yarattığı eşref-i mahluk olan insana neden azap etsin? Ma yef'alullahu bi'azabikum. Allah azap elemez. Ama azap olunmama için zalim olmama lazım. Nankör olmama lazım. Nimetin kadrini bilme lazım. Sen kimsen, ne sen? Sahip oldukların neden sana verildi? Sen sahip olduğun değerlerin, sahip olduğun halın, sende olan mevcudun halını ve hakikatini anladığın zaman ve onun hakkını verdiğin zaman neden azap olunsun?
Mə yef'alullahu bi'azabikum. Əzaba uğramamaq üçün. İn şəkərtum. Allah Cəllə Cəlaluhu şərt qoyur. İn şəkərtum. Əgər siz şükür eləyərsinizsə. Mə yef'alullahu bi'azabikum. Allah da sizə əzab eləməz. Çünki Allah verdiyi nemətin sahibi. Nemətin sahibi Allah. Sənin görən gözünün nurunu verən Allah. Sənin dinləyən qulağını, eşitmə nemətini sənə verən Allah. Dilinin, danışma nemətini sənə verən Allah. Əgər bir an üçün bir dəfə nəfəs alırsan, bir dəfə nəfəs verirsən, o gücü sənə verən, səni təzələyən Allah. Bütün hamısını hesapla yine. Ya bax, bir dişin ağrıdığı zaman, ya bir soyuq şey içtin, dişin ağrıdı. Bir isti şey içtin, dişin ağrıdı. O dişin ağrısını sen götürə bilmirsən. Bir iltihaplaşdı, həddini aşdı, diş çürüdü, dibində, kökündə infeksiya əmələ gəldi. Onu nə çəkmirlər, nə də müalicə eləmirlər. Səni sadəcə vəziyyətdən çıxardırlar, ağrı kəsənlərlə. Onun dibinin iltihabı gedəndən sonra onu ya çəkir oradan, çıxardır, ya müalicə eləyir. Bax, sənin beynin iltihablanıbsa, sənin qəlbin iltihablanıbsa, sən özün iltihab yığınağısansa, sənin ağzının içərisində dişinin dibi iltihablandığı zaman onu çıxartmaq istəyirsən. Sən özün çıxartmaq istəyirsən. Gedib yalvarırsan həkimə. Həkim çıxartmasa özün gəlib müəyyən üsullarla onu çıxartmaq istəyirsən. Çünki səni incidir, vücudunu incidir. İnsanlıq bir vücuddursa, dünya sənin ağız boşluğun kimi bir misaldırsa, sənin dişlərin kimi ayrı-ayrı fərdlər də bir fərddirsə, hərənin öz vəzifəsi vardır. Hər bir dişinin öz vəzifəsi olduğu kimi, hər bir fərdin də öz vəzifəsi vardır. Amma bir də ümumi vəzifə vardır. Ağız boşluğunun ümumi vəzifəsi. Sən ora hər nəyə atsan olur mu? Olmur. Sənin istədiyinlə olmur işlər, nizamla olur, düzənlə olur. Qaydası var, qanunu var. Yox, bu ağız mənimdir, bu dişlər mənimdir, mən istədiyim kimi eləyərəm. Eləyə bilmirsən. İstədiyin kimi eləyən zaman həmən özü ziyana soxursan və ən zərəri də verən sən özün özüvə olursan. Cəmiyyət də belədir. Bir fərd, əgər cəmiyyətin içərisində pozulursa, o fərdi düzəltmək lazımdır. Məsələn, ailədə olduğu kimi. Ailə üzvlərindən biri tərs çəksə, ailə tərsə düşür. Ailə üzvlərindən biri düyünlü həyat yaşasa, ailə düyünə düşür. Çarə nədir? Onu düzəltməkdir. İmansız, nemətin qarşılığını bilməyən bir toplum nə olacaqdır? Ya inanın, adam ət tökür belə bir toplumun içərisində. Bir atalar sözü uydurublar, buna hansı ata deyibdi, mən belə bir ata tanımıram. Allahsız olan yerdə deyir otur, böyüksüz olan yerdə oturma. Elə böyük Allahdır da. Allahsız yerdə sən nə cür böyüklü yerdə oturmuş olursan? Yəni Allahdan böyük var. Ən ziyalı jurnalist dahi çıxır bunu efirdən millətə yedirdir. Ya bu millət nə günə düşübdür? Bu böyüyünlə kiçiyin tanımayan bir millət nə günə düşübdür? Nemətin qarşılığını bilməsən, nemətin şükrünə əda eləməsən, sənə bu cür şeyləri böyüklü yadına yedirdəcəklər. Sən də yiyəcəksən. Amma yedikcə elə pis xəstəliyə tutulacaqsan ki, nə daldan səni yığışdırmaq olacaq, nə öndən. Dəhşətli bir fəlakətlərə düşəcək. Belə pozulmuş millətlər çoxdur. Lut qavmu.
düzəlməsi mümkün olması üçün Lut qavmun Allah həlak elədi. Ad qavmu düzəltməsi üçün Allah onları həlak elədi. Antakiya xalqı. Allah cəmiyyəti, kütləni, cəmaatı düzəltmək üçün onları sildi. Amma tarixdə adların qoydu ki, Yamanın güzaranı da yamandır, adı da yamandır. Türklər Yaman Fərriyə deyirlər. Bizdə Fərri tamam başqa şeydir. Yaman Fərri demək deyil. Yəni Türklər Zirəyə, Fərriyə Yaman deyirlər. Amma bizdə belə deyil, qarışdırmayın. Boylar fərqlidir. Məsələn, onlar elə sözlər deyər ki, onu biz buradan işlətmərik. Amma onlar şeirdə də onu işlədərlər. Çox parçalandı. Daha doğrusu parçalandırıldı. Bütün bu kainatın, bütün bu mövcudatın, bütün bu varlığın sahibi kim? Yəni üstündə oturduğun o xalını bir toxuyan var. Ora gətirib salan, onu o düzəndə, ölçüdə qoyan birisi var. Bu binanı birisi tikibdir. Bir ustası var, fəhləsi var, memarı var. Bir səbəb var. Mənim səsimin bu başdan o başa getməyi üçün müəyyən bir elektrik, hansısa bir texnikaya, bir üsula ehtiyacı var. Bu qədər kainatın bir sahibi olmaz mı? O məxluqatın və mövcudatın bir səbəbi olmaz mı? Vardır. Sən bunun sahibini və onun səndə olma səbəbini anlamazsansa, batıb gedərsən. مَا يَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ Allah sizə nədən əzab eləsin? Eləməz, eləməz. Allah əzab eləməz, çünki Allah zalim deyildir. Allah ərhəmər rahimindir. Zülcəlal vəl ikram. Onun cəlalı ikramının üstündə sonsuzdur. Hesabı yoxdur. Allah Cəllə Cəlaluhu nədən əzab eləsin? Amma şərtə qoyur ya. Əgər sən və in şəkərtum şükür eləyərsənsə. Bunu sənə kim verdi? Məsələn, sən bir çayı keçə bilməsən, birisi gəlib sənə bələdçilik eləyib oradan səni istanmadan, selə suya düşüb, daşa, qayaya çırpılıb parça-parça olmadan, biri səni oradan keçirsən, nə deyəcəksən? Təşəkkür eləyəcəksən. Allah Rasulü buyurur ki, insanlara təşəkkür eləməyən Allaha da təşəkkür eləmir. Mən ləm yəhmədin nəs, ləm yəhmədillah. Həmd burada təşəkkür mənasında gedəcək. Elhamdülillah Rabbil aləmində yəqin gələcək bu bir qədər, bu hədislərlə dayanacaq. Amma yenə də yeri gəldiyi üçün. Bir insana təşəkkür, birisi sənə qayğı göstərir, sayğı göstərir. Sənin yaxşılığını istəyir. Səni seldə islanmaqdan, şaxtada donmaqdan, daşlara çırpılıb parça-parça olmaqdan, uçmaqdan, qayalarda hər parçan ilişib qalmaqdan səni qoruyur. Sənə bələdçilik eləyir, keçirdir. Ya bir bataqlıqdan keçirdir səni. Və yaxud üzüldüyün zaman, hətta intihara qədər gedib saplandığın zaman səni oradan götürən birisi. Bir tikiyə ehtiyacın var ya, bir suya ehtiyacın var ya, sənə gətirib onu verdiyi zaman sən onu acılayarsan mı? İçməsəydin öləcəkdi. Gətirdi, verdi sənə. Ona təşəkkür eləməzsənmi? Təşəkkür eləyəcəksən. Eləyirsən, bu sənin içindən gələn bir şeydir. Hətta bax ki,
İlan oynadanlar bir ilanı torbasında saklayar. Ona kaygı gösterdiği için ilan başkalarını zehirler, vurar. Onu oynadanı ilan zehirler. Ama o ilan oynadanları zehirlemir. Körpə bir uşağı bir pəncəsi ilə ən böyük pəhlivanı parça eləyən pələng balası kimi onu saxlayır. Neden? Çünkü onun içerisinde hele xudbinlik, xudpəsənlik, agresivlik, kesme, vurma, sındırma, öldürme, sındırma yoktu. O uşaq məfkurəsində bunlar yoktu. Onda ancaq mühabbət var. Müsəlmandır o. Tertemiz Müsəlmandır. Kim olur olsun. Bir Müsəlmanı en parçalayıcı pələng dahi balası kimi bəsləyir. Anlamadınsa məsələni, bilmirəm, nə ilə anlayacaqsansa Allah anlatsın. Allah bu qədər nemətin sahibi. Bax, dırnağın uzandığı zaman dərindən kəssən canın ağrıyacaqdır. Barmağın hara dəysə, ufullayacaqsan. Artıq kəsmirsən. Yerindən götürməmsən. Bir yemək də belədir, bir içmək də belədir, bir xəşləmək də belədir. Həddi var. O həddi keçmərsən, Allah Cəllə Cəlaluhu əmri ilahisində İnnəllâhe lâ yuhibbul mu'tədin. Allah həddi aşanları sevməz. Yox, mən daha çoxunu istəyirəm. İnsan elə bir şeydir ki, o imansız olduğu zaman, şükürsüz olduğu zaman dünyası versen ona başka dünyalar aktaracaktır. Ama ona şükür nimetini verdiğin zaman o ona yeteri qədərinə qane olup onun da şükrü için gecesini gündüzünü verecektir. İn şekertum, eğer siz şükür eyləyərsinizsə, mə yef'alullahu bi'azabikum. Allah sizə neden azab eləsin? Ama ikinci bir yönü de var ya. Ama bu sirri de yadınızdan çıxartmayın. Əvvəl şükrü gətirdi Allah. Əzabda birinci şükür geldi. Ve in şekertum, sonra ve amentum. Ma yef'alullahu bi'azabikum in şekertum ve amentum. Şükür eyləsəz, iman eyləsəniz, imanınız doğru olsa, şükrünüz saygılı olsa, o yönden qaygıkeş olsanız, size əzab toxunmayacaqdır. Allah'ın kanunlarına riayet edən bir topluma əzab olunmaz. Ama nimeti başkasında arayanlar, Allah'ı unudanlar, Allah'a şerik koşanlar hemen silinecek, gedecektir. Hiç kim onları saklayabilmez. وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِيمًا. Allah şükür eyleyenleri bilir. Allah şükür eyleyenleri bilir. Neden şükür eylemeyesiniz? Neden bu insanlar nimetin qədrini bilmez? Neden? Deməli, gerçəklər insanlığa unutturuldu. İnsanlığa gerekli olanlar insanlara unutturuldu. İnsanlar da unuttu. İnsanlar unuttuğu için onlar da rahmeti ilahiden unutuldu. Sebepler bunlar. Allah Celle Celaluhu Ya eyyühellezine amenu. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu. Ey inananlar. Ey nimetin sahibini tanıyanlar. Onu tanıyıp şükür ile
həqiqətin haqqını ifadə eləməyə çalışanlar, yəni haqq yolunun yolçuları. Ya eyyuhəl-ləzinə əmənu, Allah sizi çağırır. Ya eyyuhəl-ləzinə əmənu, nemətin sahibi sizi çağırır. Sən birisinə bir şeylər versən, pul versən, bir şeylər versən, onu apar belə sərf elə desən, bəlli bir müddətdən sonra çağırıb ondan bir hesab soruşsan. Məsələn, bir bank gedir, deyək ki, böyük bir bankdan bəlli bir miqdar götürür. Qanunları var. O qanunlara əsasən müqavilə bağlayır, qol çəkir, götürür ki, mən qanunları pozmayacağam. Götürür, gəlir, bəlli bir müddətdən ötəri o əmanəti verən böyük bank gedir, o kiçik bankı yoxlayır. Görək qanunlara düzgün riayət eləyibdirmi? Əgər eləməyibsə, həm onu cərimə eləyir, həm onu həbs eləyir və həm o bankı bağlayır və ona bir də bu statusu vermir. Çünki səhv elədi. Qələt eləyənlər cəzalandırılır. Bir də var ki, insanlıq adına bir insan qələt eləyir. İnsanlara əziyyət vermiş olur. Və bu cəzalanmazmı? Öncə bütün insanlar onu düzəltməyə çalışmalı. Düzəltdiyi zaman vəzifəsini icra eləmiş olacaq. Düzələnə qədər gecəsini, gündüzünü sərf eləyib onu düzəltməyə çalışması lazım. Bir dənə, baxın, bir dənə zöhrəvi xəstəliyə tutulmuş bir kişi ya bir qadın qarşısı alınmazsa nə qədər insanı o xəstəliyə yoluxdurur. Bir də bunu özü də gizlin saxladığı üçün bu özü də insanlığa zərər vermiş olur. Və buna oxşar başqa şeylər. Bir oğrunu, bir qulduru, bir xalqa yaramazlıq eləyən yaramazı, eyni zamanda bir ölkəyə xəyanət eləyən xaini həmən cəzalandırmalı. Yoxsa o cəzanın, o günahın, ağırlığın cəmiyyət çəkir. Cəmiyyəti qorumaq üçün. Baxın, qanqrena olmuş bir barmaq, o vaxtında müalicə olunmasa, əgər ayaqdadırsa ayağı, ayaqdan keçibsə bədəni və insanı öldürər, məhv eləyər. Vaxtında qarşısı alınmasa. Küfür, şirk, nifak, füsk, fitnə və buna bənzər şeylər də belədir. Cəmiyyəti məhv eləyər. Ya eyyuhəl-ləzinə əmənu, ey iman edənlər. Ən başda gələcək bir xüsus. La təttəxizul kafirinə valiyyən min dunil mu'minin. Ya eyyuhəl-ləzinə əmənu, la təttəxizul kafirinə əvliyyə min dunil mu'minin. Ey iman edənlər! Möminləri qoyub kafirləri dost tutmayın. Çünki o sənə küfrü yoluxduracaq. Onların dostluğu olmur. Onlar ancaq səni kafir eləmək üçün, səni də küfrə soxmaq üçün. Məqsədi dost olmaz. Amma dırnaq arası. Səni çaşdıraraq, əsl dostun kim olduğunu sənə öncə unutturacaq, dostluq nədir onu unutturacaq, ondan sonra sən özün gedəcəksən dost adına, onu dost tutacaqsan, o da səni çürüdəcək.
məhv eləyəcək. Sənə girsə, beynini, qəlbini çürüdəcək. Ailənə girsə, ailəni dağıdacaq, məhv eləyəcək. Cəmiyyətinə girsə, cəmiyyətini, cəmaatını bir-birinə düşman eləyəcək. Ölkənin dirəklərin, əsl sütunlarını yıxacaq, ölkəni çökərdəcəkdir. Ya eyyuhəl-ləzīnə əmən. La təttəxizul kəfirinə əvliyyəə min dunil müminin. Əgər iman edənlərsinizsə siz, möminlərdir sizin dostunuz. Nədən siz mömini qoyub gedib kafiri dost eləyirsiniz? Bugünkü ölkələr, bugünkü İslam adına, iman adına qırğınlar, tökülən qanlar, bax səbəbi budur. Mömin mömini dost tutmur. Bəs kim mömin olmayanı dost tutacaq? Münafik. Çünki özü mömin deyil. Mömin olaraq görünər, amma imanı yıxmaq üçün, parçalamaq üçün. Çünki münafiqlərlə bağlı olan ayətdən sonra həmən bu gələcək. Ya eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər, la təttəxizul kəfirinə əvliyyəə min dunil müminin. Əgər möminsizsə, sizin dostunuz möminlər olmalıdır. Siz mömini qoyub gedib kafiri dost tutursunuzsa, artıq mömin deyilsiniz. Bilin, münafiqsiniz. Münafiqin əlamətləri bu, biri də bax bu. Anlayacaqsınız. Özünüzü çaşdırmayacaqsınız. Allah Resulü buyurur ki, dost, yəni yoldaş seçəndə diqqətli olun. Kişi yoldaşının dini üzrədir. Amma möminlər dost seçilmir. Nədən? Nədən? Möminlərin içərisinə elə bir fitnə atılıb ki, birisini dost eləyə bilmirsən, yanındayı. Baxırsan ki, Allah, bu nə haldadır? Və yaxud mömin adında zümrəni elə yetişdiriblər ki, biri bəllidir adı üstündə. Belə tanıdıblar. Əgər sən mömin müsəlman deyil, da belə çağırmırlar. O namaz qılan zümrəni, o məscid əhlini Taliban əhli çağırırlar. Və dünya Talibanı dağıdan, yandıran, qıran, öldürən bu cür tanıyırlar. Digər birisini saqqal saxlayar, sayğılı olar, məscid cəmaat namazına çox dəyər verər. Amma onun da üstündə bir ləqəb vardır. Vəhabi. Bir başqası, onun da qanı halaldır, bunun da qanı halaldır deyib, bu da iman adına bir yön götürər. Və özünü bir zümriyə aid eləyər. Və bunlar da özləri üçün ad çəkərlər, əli şiyələri. Bunlar da bir başqa girəftarda, başqa bir güruh və güruhçuluq yaradarlar. Ortaya gətirə bilmirsən. Nə qədər eləyirsən, ortaya gətirə bilmirsən. İkisini bir yana gətirə bilmirsən. Bir Bakı şəhərində 3 məscidin cəmaatını bir araya toplaya bilmirsən. 3'ü də məsciddədir, 3'ü də səcdə yerindədir. Məscid ismi məkandır. Allaha səcdə olunan yer deməkdir. Səcədənin ismi məkanı məsciddir. Səcdə olunan yer. Məscidə kim gələr? Səcdə eləyənlər. Səcdə eləyənlər kimdir? Allahı bilib, Allaha şükrünün ifadəsini, qulluğun ifadəsini qul olaraq yerinə gətirənlər. Amma bu necə səcdədir? Bu necə məsciddir? Necə ismi məkandır ki, səcdə eləyən bir-birinə nifrət eləyir. Belə yetişdirdilər. Mən qəliz danışmadım.
tam sadə bir şəkildə, sadə bir dilə tərcüman olmaq istədim. Amma ağır bir şeydi bu. Çox ağır bir şeydi. Amma bundan daha ötə onu götürmək olmur. Çünki bu elə minalanmış sahədir ki, üslubun bilməyən, yolunu dəqiq və incəliyi ilə, hikmətinə binaən ifa eləyə bilməyənlər orada mühiniyə düşər, özü də partlayar və başqalarını da məhv eləyər, qoyar orada. Amma bugünkü reallığın acısı bundan ibarətdir. Və bu nədən irəli gələr? Kafirlə olan dostluq. Möminlə dost olacağı yerdə qayda pozulmuş, üslub itmiş, dirəkləri qopartdığınız zaman çatı çökəcəkdir. Dam çökəcəkdir. Siz də altında qalıb, ölməsəniz dahi şikast olacaqsınız. Bax, bugün İslam dünyası belədir. İman çatısını uçurdublar. İman çatısı, damı uçubdu möminlərin üstünə. Buniyel İslamu ala khams. Allah Resulü buyurur. İslam 5 əsasın üstündə duracaq. Şəhadətu en la ilahe illallah. Bu doğrudur. Bütün Müslümanlar hamısı bunu deyir. İmanlar doğrudur. Şəhadətu en la ilahe illallah. Ve enne Muhammeden Resulullah. Ve bu da doğrudur. Bunu da doğru değiller. Bu da yerindedir. Ve ikamus salah. Namazı kılırlar. Mezmun doğrudur. Ama teferruatta çaşıplar. Elini bağladın, açtın. Salladın, sinenin üstünde bağladın, göbeğin üstünde bağladın ya göbeğin altında bağladın. El bağlamak sünnettir. Ferziyet terk olunur, sünnet kovulur. Olmadı. Ve ikamus salah doğrudur, yerindedir. Mezmun yerindedir. Ama mənanı itiriblər. Ona göre de namaz sevabın vermir. Namaz kılanı meraca, rücuaya, hakka, rahmet-i ilahiye götürmür. Kıldığı körpücük sümüklərindən yuxarı qalxmır, tökülür üstüne. Keçən dedik bunu. Hazreti Ali Kərrəməllahu vəkəhdən gələn hədislə dedik. Qalxmaz körpücük sümüklərindən. Quran oxuyacaq. Qalxmaz. Səsi gözəldir. Təcvidə rayət eləyir. Qıraqdan baxan nə gözəldir deyir, amma rayət yoxdur. Oxuyur, amma rayət yoxdur. Hansısa ölkənin dərmanına müsəlmanları qırmaq üçün, daha doğrusu flamyotuna güllə qoyur. Topuna güllə qoyur. Onun açılması üçün, partlanması üçün ora qığılcım verir, od verir. Və iqamus salah. Gətir, yan-yana qoy, biri ayağın enini qoyacaq, biri əlin bağlamayacaq, biri filan eləyəcək, fəsman eləyəcək. Məzahibul ərbəədə, yəni Hənefi, Şafii, Maliki, Həmbəli fiqhinin içərisində 4 məhzəbin bir dənəsi deyibdir ki, əl açıq tutmaq caizdir. Caizdir deyir ha, yəni icazəlidir, caizdir. Amma özü heç vaxt əli açıq namaz qılmayıbdır. Bu sadəcə olaraq bu alimin verdiyi bir fətvadır. Amma özü buna fətva verir, caizdir deyir. Amma özü əl açıq namaz qılmır. Amma bunu bir problem, bir böyük dəhşət, bir böyük fəlakətə çevrilməyin kimin adıdır? Bunu kim eləyir? Deməli, mömin eləmir.
Ve itâuz zekat. Bunyel hamsten. 5 esasın üçüncüsü zekat vermek. Bak ya, Müslümanlar Hazreti Ebu Bekir'in dövründe dahi Sıddık Ekber radıyallahu anh kalktılar, dediler ki biz peygambere zekatı verirdik. Peygamber yoktursa hayatta da zekat da vermedik. Ve bu zekat meselesinde değiştirdiler. Humus salındı bir görüşe göre. 5'ten 1. Uşur salındı başka bir görüşe göre. 10'dan 1. Ondan sonra işirun salındı 20'den 1. Veyahut da getirdi ahırda 40'dan 1 koyuldu. Onu da kabul edemediler. Yo, çok dedi bu. 100% Allah sana bir toy olarak verdi. Ama 100'ün içerisinden 2,5% sen vermek istemirsen. Senin de beğen vermeyesen. Ama qarunlaşırsan. Qarun kimi, yok mənimdir. Mən bunu elimimlə kazandım. Get kazan. Onda İngiliz de skripkasını takacak çiynine. Elinde İncillər, uşaq üçün ayrı, şəkilli, bəlli, bəzəkli, böyük üçün ayrı, arvad üçün ayrı, filan üçün ayrı, fəsman üçün ayrı. Ev gələcək, girəcək evin içərisinə verəcək sənə. Hələ sənə ayda bir 300-400 dollar pul da verəcək. Pul istəyirsən, mədə doldurmaq istəyirsən, maddiyə hambalçılıq eləmək istəyirsən, gəl buyur, verəcək sənə. Ne üçün? Canı yanırdı sənə. Sənin canı uyandıracaq onunla. Bak yine bir tane bomba atılmak için milyonlar dollar gelir. O ona sərf eləmir. Adını da it dəftərinə yazdırmaq istəmir. Elə gəlir milyonun yerine onun çok küçük hissəsini sənə verir, ölkənin, ailənin içərisində səni eləyir başqa şey. Və itâuz zekat. Yüzlərlə, minlərlə tək zekatın içərisindən dəlil çıxardaram mən. Hələ məni kimi qanmazın birisi. Və yaxud namazın içərisindən. Minlərlə dəlil çıxardaram. Və siyam-ı Ramazan. Ramazan orucu. Bakın, ikiniz bir yere gelebilmişsiniz. Bir ölkədə, bir şəhərdə, eyni bir hizada ki ezan birinden ezan okunanda eşidilir. O hizaya kadar eşidilir. Ama orucunu eyni açmır. Yok o məndən deyil. Ya bu ezanın məni, sənisi yoktur ya. Ama geçen söyledim ya orada sübh ezanında filanı diyenler, eğer kulak asanlarınız varsa yadınızdadır. Bu ezan deyir batildir. Filankəsin ezanı batildir. Ezan elandır. Neyin elanıdır? Vaktin girdiğinin elanıdır. Ama bu elanı dahi öyle bir elansız şekilde salıblar ki etimat eləmirsən o elana. Olmaz. Mesela eşidir, ezan okundu. Bu da hele yeyir. Ne oldu? Yok. Bu ezan, yok o mənə ait deyil, o filankəsindir. Bir ölçüye bağlı olanlar, o ölkənin içərisindəki olan qanunlara göre onu riayət eləyəcək, bu ölkənin içərisində. Ya bu artık oldu anarxiya, xaos. Öz başına alır. Qiyamətin əlamətlərindən biri, herkes özü üçün fətva verər. Artık belədir, herkes özü üçün fətva verər. Dur burada, özü öldürcünən ki, ya mübarək, ezan okunduğu vaxtı hemen ezanı dinləcünən. Ama yok, bir şey olmaz. Veyahut başka bir əməllərdə. Və siyam-ı Ramazan. Ramazan orucu. Bu da həmçinin özünə məxsus bir şəkildə. Və hiccul beyt, yani yaxınlaşdı. Allah'ın evini həcc eləmək. Və hiccul beyt. Haccı. İnsanlara Hazreti İbrahim Aleyhisselam Allah Celle Celaluhu buyurur. İnsanlara haccı elan et. Sesini mən duyuracağım dedi. Ve ezzin hacce.
Ve ezzin haccel. Ama bakın, həcdə olmuşsunuz. Olanlarınız bilir. Olmayanlarınız da eğer ora onun için, imanı için gereklidirse Allah nasip eylesin. Saçacaksa Allah evvel kalbini hacca layık düzeltsin. Özü de hacca layık düzelsin. Ondan sonra geçsin. Mesela birisi bir defa hac eləyər, yeter ona. Fəc yerine gelmiş olur. Qalan 100 defa, 1000 defa da eləsə nafilədir. O kimsələr eləyər ki, birinci elədiyi hac kəsir qalıbdır. Hac yerinə oturmayıbdır. Yəni dəvə qurbanı ilə, sığır qurbanı ilə də onu düzəldə bilməyibdir. Belə bir adam həmən ertəsi il gedib haccını düzəltməlidir. Keçən ildə qalan yarımçıq haccını tamamlayıb düzəltməlidir. Qəzasını yerinə gətirməlidir. Amma bir insan haccı yerinə gətiribsə və bu yerindədirsə, sonraki getdikləri nafilə olacaqdır. Ama haccın əməllərini də düzgün öğrenin. Gedin ki, düzgün de yerine getirebilirsiniz. Ama gidip orada görürsünüz. Ərafatda biri dəvə minir, dəvədə şəkil çəkdirir, orada şəkil çəkdirir, burada şəkil çəkdirir, təsbih axtarır. Kim daha bahalı təsbih aldı? Kəhraba $5000 başlayan təsbihlər, filan fəsman. Kimə saxa göstərirsən? Üzr istəyirəm, bunun minvalını mən başqa cürə demək istəmirəm. Ya, haccın adı çox böyük. Amma o vaxtı Mərvanın da eşşəkləri getmişdi. Üstündə su var idi, yük var idi, yiyəcək filan fəsman var idi. Mərvan döndükcə Kəbənin ətrafında tavaf elədikcə eşşəklər də kənardan dönürdülər. Üzr istəyirəm, ya bunu özünüzə götürməyin, ha? Amma onu anlamayan bir insanın halı ne olacaktır ya? Anlayışlı olacak. Onu anlayacaksan, hakikatini bileceksen, hakkını bileceksen. Bilmirəm da burada Sabirabadda zadda dəvə varsa, elə geçsinlər orada Sabirabadda dəvələrlə şəkil çəkdirsinlər, qayıdıb gəlsinlər bu yəni. Parisə də geçsələr, orada da mıncıqlar var, satılır. Ama hac eləyirsən sən. Ərəfat elə bir yerdir ki, Ərafatda en talihsiz insan benim günahlarım bağışlandı mı, bağışlanmadı mı zənnine düşendir. Çünkü onu yerine getirsen anadan yeni doğulmuş kimi sen ya. Yeni doğulmuş kimi. Ezan çatıbdı, vakti çatıbdı. Ben hakkınıza girdim ha. Allah salamat eylesin. Ya deginən, işaret eləginən ki, kimseye səziyyət eləməyək. Belki çoxlarınızın hoşu gelmedi. Ya bu ne danışır, öyle mi? Yok. Bu bugün dünyamızın gerçeğidir. Bugün imanın xəstəliyidir bu. Siz mümin olsanız, nimetin şükrünü yerine getirip ve imanın gereğini yerine getirseniz, مَا يَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَآمَنْتُمْ وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِيمًا. Ama bugün halimiz böyle. Allah düzeltsin. Biz de düzelenlerden olalım. Allah cümlemizden razı olsun.